Salam əziz abituriyentlər, video dərsimizə xoş gəldiniz. Bu video dərsimizdə 11-ci siniflər üçün buraxılış imtahanında düşmüş sualları izah edəcəyik. Başlayaq birinci sualdan. Birinci sualda deyilir ki, 175 faizi kəsrlə ifadə edin. Faizi ədədlə ifadə edəndə, fərqi yoxdur, kəsr də bir ədəddir də, 100-ə bölürük. Burada 175-i böləcəyik 100-ə. O da olacaq 1,75. Cavab oldu B bəndi. Nəyə görə 100-ə bölürük? İzahını verim. Bax, burada vurma var. Bu 100-1 deməkdir bu işarə, faiz işarəsi. Onda 175-i vururuq 100-1-ə. 175-i 1-ə vuranda 175 olur. Bu da 100. Oldu 175 böl 100. Bu da oldu 1,175. Buna görə deyirlər ki, faizi ədədlə ifadə edəndə verilən qiyməti 100-ə bölürük. İkinci sual. Düzbucaqlı üçbucağın, bir dənə düzbucaqlı üçbucaq çəkək. İti bucaqlarından biri digərindən 4 dəfə böyükdür. Birinə x yazırıq. Tutaq ki, burada 4x yazaq, burada x yazaq. Fərqi yoxdur. Biri digərindən 4 dəfə böyük oldu, 4 dəfə kiçik oldu. Eyni şeydir. Birinə x yazır, birinə 4x. İti bucaqların cəmi 90 dərəcədir. Onda bunları toplayanda olur 5x bərabərdir 90 dərəcə. 90-ı da 5-ə böləndə olur 18. Buradan kiçik bucaq 18 dərəcə olacaq. Böyük bucaqda 4-ü 18-ə vuranda 72 dərəcə olacaq. 72 dərəcə. Bu da 18 dərəcə. Onun böyük, burada iti bucağı yazılmalıdır. Böyük iti bucağını tapın, cavab oldu 72. Y bəndi. Üçüncü sual. Burada ya x-ləri islah eləməliyəm, ya y-ləri. Mən y-ləri islah edirəm. 2 ilə 3-dürsə bunları 6-ya gətirməli, birinin əksi olmalıdır. Bunda burada birinci tənliyi 3-ə vuracam, ikinci tənliyi 2-yə vuracam. Hər tərəfin vuraq 3-ə. Olacaq 9x plus 6y bərabərdir 39. Buradan da 2'ye vururuq da olur 10x minus 6y bərabərdir 18. Tərəf-tərəfə toplaması olur. Y-lər islah olunur. Bunları toplayanda 19x. Bunları da toplayanda 40. Neçə olur? 57. X də bərabərdir 3. X-i tapdıq. Ya birinci tənlikdən y tapa bilərik, ya ikinci tənlikdən. Fərqi yoxdur. Birinci tənlikdən tapaq. 3 vur x-dir, x-in qiyməti 3 tapmışıq. 3-ü 3-ə vururuq, 9 plus 2y bərabərdir 13. 2y bərabərdir 13-dən 9 çıxdıq 4. Y də bərabərdir 4-ü 2-yə böldük 2. X-in qiyməti 3-dür, y-in qiyməti 2-dir. Toplayanda neçə olur? 5. Cavab oldu A bəndi. Dördüncü sual. X-in qiymətini verir burada. -1. Bu 6'dır. Yəni x-in üstü 6'dır. 3 vurulsun. -1'in üstü 6. Bu vurmadır da. Bax 3 ilə x-in arasında vurma var. Vur. Vurma işarəsi qoydum. 11 vurulsun. Burada da vurmadır. X-in kubu, yəni -1'in kubu. Plus burada da bu vurmadır. 9 vurulsun. -1'in üstü 7. Bərabərdir. Cüt dərəcələrdə mənfi itir. Yəni 3-ü 1-ə vuranda elə 3 olacaq. Amma tək dərəcələrdə mənfi qarşıya keçir. Mənfi mənfiyə dəyəndə olur müsbət 11. Burada da tək dərəcədir. Mənfi dəyəndə bu müsbəti mənfi edir. Bunları toplayanda 14, 9 da çıxdı. Oldu 5. Cavab oldu C bəndi 4-cü sualda. A-nı 2-də 1-ə vurub, vurmadır. Onda bu bərabərçiliyin hər tərəfin vurmalı 2-də 1-ə. Yəni 10-u da vururuq 2-də 1-ə. A-nı da vururuq 2-də 1-ə. 16-nı da vururuq 2-də 1-ə. Bu ixtisar gedir 5 olur. Elə bu olur 2-də 1A. Əmsalı qarşıya yazdım. 16 da 2-yə bölündə 8. Deməli bu 5 ilə 8 aralığındadır. 5-8. Cavab A bəndi 5-ci sualda. 6-cı sual. Paralelopipedin hər bir xətti ölçüsünü neçə dəfə azaltsaq, ümumi həcmi 125 dəfə azalır. Xətti ölçü yəni til deməkdir. Tutaq ki, paralelopipedin tillərin A, B, C qəbul edək. Onda həcmi nə olacaq? A vur B vur C olacaq. Burada da deyir ki, onun xətti ölçüsünü, yəni tillərini neçə dəfə azaltsaq, ümumi həcm 125 dəfə azalar. Deməli, biz hər bir tili 5 dəfə azaltmalıyıq. Baxın, A tilin 5 dəfə azaldanda, B tilində, ya da buradan yazaq.
ABC olsun. V bərabərdir. A tilin 5 dəfə azaltsaq, A bölü 5 vurulsun. B tilin 5 dəfə azaltsaq, B bölü 5. C tilində 5 dəfə azaltsaq, C bölü 5. Bunda sürəti vuranda ABC, məxrəcləri də 5'ləri də vuranda olur 125. Baxın, burada həcim A vur BC-dir, yəni ABC. Həcim burada ABC idi. İndi oldu ABC bölünsün 125. Yəni həcmi 125 dəfə azaltdıq. Ona görə burada olacaq cavab 5. Yəni hər bir tilin 5 dəfə azaltmaq lazımdır ki, həcim 125 dəfə azalsın. Yəni sadəcə 125 isə bu 5'in kubudur. Bunu nəzərdə saxlayın. Cavab oldu D. 7-ci sual. Düzbucağının perimetri 36'dır. Bir dənə düzbucaqlı çəkək. Tərəflərindən biri 12 cm-dir. Digər tərəfin uzunluğu fərqi yoxdur. İstəyir kiçik tərəfə 12 qoyun ya böyük tərəfə. Tutaq ki, kiçik tərəfə 12 qoydum. Burada x qoydum. Perimetr nə idi? N ilə uzunu toplayırdım. Yəni 12 ilə x-i toplayırdım. Vururdum 2'ye bərabərdir perimetrə. Yazırdım. Perimetrdə 36'dır. 36'nı 2'ye böldüm. Oldu 12 plus x bərabərdir 18. X də bərabərdir 18'dən 12 çıxdım 6. İndi deyirsiniz ki, müəllim, uzun n-dən necə kiçik ola bilər? Qiymətləri yerini dəyişə bilərəm. Onun fərqi yoxdur burada. Tutaq ki, uzunu 12'dir. N-i də tapdım 6. Yəni bura 6, burada 12. Bizdən də digər tərəfin uzunluğunu soruşurdu. Bir tərəfin 12 vermişdi. Baxın, bu 12. Bunu soruşurdu. Bax, 6'nı. Cavab oldu Y bəndi. Şifahi hesablama ilə tapa bilərsiniz. Bir tərəfi 12'dirsə, 2'dən 12 24 olur. 36'dan 24 çıxırsan, olur 12. Bölürsən 2'yə. Bu da olur 6. Yəni belə də tapmaq olar. Düsturdur. Sinus alfa plus beta toplama düsturu. Bax, bunun düsturudur. Sinus alfa kosinus beta, yəni vurmadır. Plus kosinus alfa sinus beta. Yəni düsturu bilən şagird başa düşəcək bunu. Burada da alfa ilə beta'nın yerində biri 5x-dir, yəni alfa 5x-dir, beta da 3x-dir. Bu açılışdır. Biz indi yığıb bunu düstura salacaq. Sinus 5x plus 3x bərabərdir 2'də 1. Toplayanda bu olur sinus 8x bərabərdir 2'də 1. Bunu da düstura bilmək lazımdır. Sinus x bərabərdir A tənliyin həlli. A da böyüdür 0, yəni müsbətlər üçün. Düstur belə idi. X bərabərdir mənfi 1'in üstü k arc sinus, burada adı da A plus pi k. Dövrü pi'dir, k da tam ədəddir. Şimdi burada 8x'dir. Baxın, burada x'dir, burada 8x'dir. Onda mən yazacağım 8x bərabərdir mənfi 1'in üzərində k. Yəni mənfi 1 üstü k arc sinus. Həmin a'nın yerində burada 2'də 1'dir. Yazıram 2'də 1 plus pi k. Buradan da yazıram 8x bərabərdir mənfi 1'in üstü k. Arc sinus 2'də 1, yəni sinus 2'də 1'i neçə dərəcədə alır, onu demək istəyir. Sinus 2'də 1'i 30 dərəcədə alır. Pi böl 6 yazırıq. Pi 180'da 6'ya böləndə 30 edir. Plus pi k. İndi tənliyin hər tərəfini 8'ə böləcək. Bunu da 8'ə bölürük, bunu da 8'ə. Buradan 8'lər gedir. X bərabərdir mənfi 1 üstü k. Pi böl 6'nı da 8'ə böləndə pi böl 48 plus pi k bölünsün 8. K daxildir z. Bunu da axırda yazırıq. Mənfi 1 üstü k pi böl 48 plus pi k böl. Elə cavab A bəndidir 8'də. Funksiyanın qiymətlər çoxluğu. Bunu düsturla da tapmaq olar, belə praktiski də tapmaq olar. Praktiski belə tapırlar. Fx bərabərdir x minus 2'nin kvadratı. Bunu açanda x'in kvadratı verir. Minus 4x verir. Plus 4'tür. Özümüzdən 1 yazmalı ki, 4 ilə də 1'i toplayanda bu 5'i versin. Düstur belə idi. Fx bərabərdir ax kvadrat plus bx plus c. Bu kvadratik funksiyadır. Bunu bu kvadrat üçədlidə 2 ədlinin tam kvadratına salanda belə yazılır. A vurulsun x minus m'in kvadratı plus n. Bax, burada bu təyin oblastıdır. Həm də parabolanın təpə nöqtəsinin apsisidir. Bu da qiymətlər çoxluqdur. Parabolanın təpə nöqtəsinin ordinatı deyirlər. Baxın, burada həmin o n 1'dir.
Bizə demişdik ki, A böyüdür 0 olarsa, düsturdan danışıram. Qiymətlər çoxluğu n müsbət sonsuzluq olurdu. Həmin n-in qiyməti 1-dir. Onda olacaq 1 müsbət sonsuzluq. 1 müsbət sonsuzluq. B bəndi 9-cu sualda. Düsturla da tapmaq olur. Qiymətlər çoxluğunu tapmaq üçün düstur bu idi. Y0, yəni parabolanın təpə nöqtəsinin ordinatı. O da elə n-ə bərabərdir. O da belə idi. 4ac çıx b kvadrat bölünsün 4a. Bərabərdir 4. A-nın qiyməti misalda 1-dir də. Bu 1 vur deməkdir. 4-ü 1-ə vuranda 4 olur. 4 vur. Yenə A-nın qiyməti 1-dir. Vur c. C burada 5-dir. Vururam 5-ə çıx b kvadrat. B də mənfi 4-dür. Onsuz da kvadratı müsbət 16 eləcək. Düsturda da burada çıxma vardır. Bərabərdir 4 5-in 20. 20-dən 16 çıxdım 4. 4-ü də 4-ə böldüm 1. Biz də demişik ki, A böyüdür 0 olarsa, baxın, x kvadratın qabağındakı əmsal 1-dir. Düsturumuz belə idi də ax kvadrat. Burada da A-nın yeri də 1-dir. A da bilsən ki, 0-dan bölünməlidir. 1 də 0-dan böyüdür də. Deməli, A böyüdür 0 şərtidir. A böyüdür 0 şərti olanda, bax, bu olurdu. N müsbət sonsuzluq. İndi N-i 1 tapdım. Yenə də olacaq 1 müsbət sonsuzluq. Yəni, həm praktiki yazdım, həm də düsturla. Yəni, 1 üsul, bu da 2 üsul. 10-cu sual. Kompleks ədədin modulunu tapın. Bu z bərabərdir. Bu özü bir kompleks ədəddir. Tutaq ki, bu z1 kompleksidir, bu da z2. 2 dənə kompleks ədəddir. Bunların tək-tək modullarını tapacaq. Kompleks ədəd z bərabərdir. A plus b i şəklindədir. Fərqi yoxdur, burada toplama oldu, çıxma oldu. Bunun modulu belə idi. Modul z bərabərdir. Həqiqi hissənin əmsalının kvadratı plus xəyali hissənin əmsalının kvadratı. Düstur bu idi. İndi burada z1 ilə z2 üçün bax, həqiqi hissənin əmsalı buradan yazaq. Z1 bərabərdir. Həqiqi hissənin əmsalı nədir? Kökdə 8 çıx. Xəyali hissənin əmsalı burada 1-dir də, mənfi 1. Elə birbaşa buradan yazıram. Kökün altında kökdə 8. Kökdə 8-in kvadratı 8 olur. Plus mənfi 1-in kvadratı da 1 olur. Bərabərdir. Bu da z2-dir. Bunun da həqiqi hissəsinin əmsalı kök 3-dür. Kök 3-ün kvadratı 3 olacaq. Plus 1-dir də əmsalı. İ'nin qabağında 1-dir də. 1-in də kvadratı ilə 1 olur. Bu kökdə 4 olur. Bundan 2 çıxır. Bu da kökdə 9 olur. 3 çıxır. 3-ü də 2-yə böləndə 1,5 olur. Soruşurdu ki, z kompleks ədədinin modulunu tapın. Cavab oldu 1,5. Tutaq ki, z kompleks ədədi özü də, baxın, bu şəkildədir. 1,5 plus 0 vur i şəklindədir. Həqiqi hissənin əmsalı 1,5-dir. Xəyali hissənin əmsalı 0 olub ki, bu yoxa çıxıb. Yəni, bu gedib, qalıb 1,5. Lap belə də yaza bilərik. Yenə təzdən bunun modulunu tapanda, yenə bunun kvadratı, 1,5-in kvadratı, plus 0-ın kvadratı ilə 0 olur, yazmırlar. Yenə 1,5-in kvadratından nə çıxır? Bu 2-lər gedir, 1,5 çıxır da. Cavab oldu Y bəndi. Kökdə 6 olduğu kimi qalır. Bu kökdə 24-ü yazırıq. 4 vurulsun 6. Kökdə 24-ü yenə yazırıq. 4 vur 6. Plus. Kökdə 6 qalır. Bunu da 4 vur 6 yazırıq. Bu da olduğu kimi qalır. Bərabərdir. Burada 4-dən 2 çıxır. Mən bunu silirəm. 2 kökdə 6 yazıram. 2 kökdə 6. Elə burada da 2 kökdə 6 olacaq. 2 kökdə 6. Kökdə 6-dan 2 kökdə 6-ın çıxanda mənfi kökdə 6 edir. Bu da 2 kökdə 6-dır. 2 kökdə 6. Bu kökdə 6-lar ixtisar getdi. Plus. Bunu da toplayanda 3 kökdə 6 olur. Bu da kökdə 6. Bunlar da getdi ixtisar. Deməli, mənfi 1 bölü 2. Yəni, mənfi 2-də 1 plus 3. Bu da mənfi 0,5-dirsə, 3-dən də 0,5 çıxanda neçə olur? 2,5. Cavab oldu C bəndi 11-ci sualda. 12. Loqaritmanın əsası burada 0-dan 1 əsasındadır. Çünki 2 cür qayda var. Loqaritmanın əsası 1-dən böyük olanda artan funksiya olur. Onda loqaritma 3 əsasından, üzr istəyirəm, A əsasından. Loqaritma A əsasından 3 kiçik olur. Loqaritma 3 əsasından, A əsasından 3-dən A əsasındandır. Artan funksiyada
5'dir bura. Artan funksiyada loqaritma A əsasından. Artan funksiya 1-dən böyüklər olur. Onda burada 5 3-dən bölünmədi. Çünki artan funksiyada böyük qiymət, elə böyük qiymət, böyük loqaritmanın, bax, loqaritma 6 ifadə 5'dir. Bu da 3'dür. 5 3-dən bölündüyü üçün artan funksiyada elə loqaritma əsasından 5 böyük olur loqaritma əsasından 3-dən. Azalan funksiyada isə əsas 0-dan 1 arasında olur. Əsas yəni A-da 0-dan 1. Onda dəyişir bu. Loqaritma əsasından 3 böyük olur loqaritma A əsasından 5-dən. Çünki azalan funksiyada böləndə, yəni mənfidə işarə dəyişir. Ona görə böyük olur. Bizdən də soruşur ki, bərabərçiliyi həll edin. Həll deyəndə biz A-nı tapmalıyıq. Deməli, A 0-1 aralığındadır. Əgər bu olsaydı, A 1-dən böyük olardı, cavab olardı 1 müsbət sonslu. Baxın, özdə burada A bəndi olardı. Görürsünüz, onu da verib. Amma burada azalan funksiya olduğu üçün, bax bu. 0-dan 1 arasındadır. 0-dan 1 arasında D bəndidir. 12-ci sual. Onun üçün sual. Bu törəmədir. Buraxılışa düşmür, amma əvvəllər düşürdü. Blok imtahanlarına düşür. Mən izahını verəcəm. Bu qoşmadır da. 5x-i 5x-ə vurursan. Fx bərabərdir 25x kvadrat. Mənfi 8-də 8-ə vuranda mənfi 64. Bu iştirik törəmə deməkdir. D törəməni tap. Fx bərabərdir. Yəni 25x kvadrat çıx 64-ün törəməsini tapsan. 2 keçir qarşıya. 25'ə dəyir, yəni vurulur. 50x 2-dən də 1 azalır. Sabitin törəməsi də 0'dır. Cavab oldu 50x B bəndi. 13-cü sualda. 14. Həndəsi hissləri. Düsturları yazaq. B6 üçün yazırıq. B1 vur 2 üstü 5 minus. B4 üçün yazırıq. B1 vur 2 üstü 3 bərabərdir 6. B9 üçün yazırıq. B1 vur 2 üstü 8 minus. B7 için de yazırıq. B1 vur 2 üstü 6 bərabərdir 48. Bunları tərəf-tərəfə bölürük biz. Baxın, ya da B1'i çıxardıram mörtəzə xaricinə. Birinci tənlikdən, lap bunu sistem eləyək də. Birinci tənlikdən B1 2 kubun mörtəzə xaricinə çıxardıram. Qalır nə? 2 kvadrat minus 1. Tərəf-tərəfə böləcəm. Buradan da B1 2 üstü 6'nı çıxardıram. B1 2 üstü 6. Bu da olur 2 kvadrat minus 1. Bu da bərabərdir. 6'ını da 48'ə böləcəm. Elə onu birbaşa ixtisarla yazaq. 8'də 1 yazaq da. 8'də 1. Buradan 2 kvadrat minus 1'lər getdi. B1'lər getdi. Bu 3 dənə kubdur, bu 6'dır. 6'dan 3'ü gedir də. Yəni sürətdə 1 qalır. Məxrəcdə 2'nin kubu qalır. Bərabərdir 8'də 1. Bunda çarpaz vuranda 2 kubun 1'ə vurursan 8'də 1'ə. Deməli bu da 2'ymiş. Çünki 2'nin kubu 8 edir. Sislərin vuruğunu tapdıq 2. Bizdən B7'ni soruşur. B7 bərabərdir B1 vurulsun 2 üstü 6. 2'ni tapmışam. Amma B1 yoxdur. B1'i bu tənlikdən də tapa bilərəm buradan da. İndi mən buradan tapıram. B6 nə idi? Burada yaza bilərəm də. 2'ni 2 tapmışam da. Birinci tənlikdə. İkincidən də tapmaq olar, fərqi yoxdur. Mən birincidən də istifadə edirəm. B1'in qiyməti, B1'i axtarıram. Küp 2 idi, 2'nin üstü 5, 32. Buna qarşı yazıram, əmsal kimi çıx. 2'nin kubu 8, bu da B1, bərabərdir 6. 32 çıxılsın 8, əmsalları çıxdığında 24, B1. Bərabərdir 6'ya. B1 də bərabərdir 6 böl 24. Bu da olur 4'də 1. B1'i tapdım 4'də 1. B7 üçün bu idi düstur. B1 4'də 1 oldu. 2 də 2 idi. 2 üstü neçədir bu? 6. Bərabərdir. 4'də 1'i biz yazırıq. Ya 2 əsasından yaza bilərəm, ya da bunu 64 yaza bilərəm, 64'ü 4'ə bilərəm, fərqi yoxdur.
Belə yazaq, elə 4-də 1 qalsın. 2 üstü 6, 64'dür. Onu da sürətə vuranda 64 bölü 4 olur. Bu da olur 16. 14-cü sualın cavabı oldu 16. 15. Üstürümüz vardı. Sinüs kvadrat alfa plus kosinüs kvadrat alfa bərabərdir 1. Sinüsün qiymətini verib. Onda 1'in kvadratı nə olacaq? 1 kosinüs kvadrat, yəni 1 plus kos kvadrat alfa bərabərdir 1. Buradan da kos kvadrat alfa bərabərdir. 1'dən 1'i çıxıram 0. Onsuz da kvadratı 0 olan ədəd elə özü də 0'a bərabərdir. Kosinüs alfa bərabər 0. Baxın, kosinüs alfa 0'dır. Bizim misalımızda yazıb kotangis də var da burada. Yazıram kosinüs alfa plus kotangisi yazıram. Kosinüs alfa bölünsün sinüs alfa bərabərdir. Kosinüs alfanı mən nə tapdım? Buradan 0. Yəni bu 0'dır. Plus. Kosinüs alfa 0'dır. Onsuz da yenə 0 eləyəcək də bu. Sinüs alfanın da qiyməti 1'dir. Onsuz da 0'ı 1'ə böləndə 0 edir. 0'la da 0'ı toplayanda cavab oldu 0. 15-ci sualın cavabı 0 oldu. 16. 26 nəfər şagird arasından 2 nəfər növbətçi neçə müxtəlif üsullar seçilir? Növbətçi məsələləri kombinizonla tapılır. Yəni 26'dan 2'yə. Kombinizon 26'dan 2'yə. 26 faktorial bölünsün 26 çıxılsın 2 faktorial vurulsun 2 faktorial. 26 faktorialı yazıram 24 faktorial vur 25 vur 26. 26'dan 2 çıxdım 24 faktorial. Bunlar iksar getdi. 2 faktorialımız da elə 2'dir. Bu 26'ın da 2'ye iksar aparanda neçə olur? 13. 25 vurulsun 13. 10 dənə 25 250. 3 dənə də 25 75 toplayanda neçə edir? 325. Cavab oldu 325. 17. Uzunluğu 17 cm olan AB parçası müstəvini kəsir. Bir dənə belə müstəvi çəkək. Uzunluğu 17. Bir dənə parça çəkək. Bax belə. AB parçası olsun. A, bu da B. Və bu parçanın uzunluğu verilib 17. Yəni buradan bura 17'dir. Onun ucları müstəvidən 7 və 8 cm məsafədədir. Ucları deyəndə biri buradan gəlir, biri də buradan. Bax belə məsafədir. Bunları da birləşdiririk. 90'dır da bu məsafə. Çünki 90 kəsir. Bu da 90'dır. Deyir ki, onun müstəvi üzərindəki proyeksiyasını, onun deyəndə yəni parçanın, AB parçasının müstəvi üzərində proyeksiyasını tapın. AB parçası buradır. Onun müstəvi üzərində proyeksiyası da buradır. Nəyə görə? Baxın, bu maildir bura qədər. Mailin müstəvi üzərində proyeksiyası buradır. Bu da maildir. Onun da müstəvi üzərində proyeksiyasıdır. Elə mail parça kimi sayılır da, parçadır. Ona görə ümumi bax bu buradan bura qədər parçanın müstəvi üzərində proyeksiyası bura götürülür. Mən bunu buradan uzadıram, birləşdirirəm bura. 90. Bura verilmiş də. Buradan onun ucları müstəvidən 7 və 8'dir. Buradan bura qədər məsafəni 8 götürürəm. Buradan bura qədər də məsafəni 7 götürürəm. Bunda bura 7'dirsə elə burada 7'dir. Bu katet oldu. Bax buradan bura katet oldu. 8'dən 7 topladım 15. Buranı tapmalıyam mən. X. Çünki niyə? Bura elə bura bərabərdir. Bizdən buranı soruşur. Bunu tapmış deməlidir. Yəni çünki bunlar paraleldir, həm də bərabərdir. Pifagor teoremidir. X'in kvadratı, yəni katetin kvadratı plus bu katetin kvadratı. 15'in kvadratı neçə ilə 225 bərabərdir. Bu da hipotenuz sayıldı. 17'nin kvadratı 289. X kvadrat bərabərdir. 289'dan 225 çıxanda 64 edir. O da 8 edir. Deməli, baxın, bura 8'dirsə, elə burada 8'dir. Bizdən bu 17 sizi çaşdırmasın. 17 parçanın uzunluğu idi. Sildim onu. Yəni, baxın, AB parçasının müstəvi üzərində proyeksiyası buradır. Cavab oldu 8. Bu 1'dir. Bu 1'i yazacağım çünki burada loqaritmanın əsası 3'dür. Burada da 3'dür. 1'i yazıram loqaritma 3 əsasından 3. Plus loqaritma 3 əsasından nə yazılır burada? 4x plus 1 bərabərdir. Loqaritma 3 əsasından x kvadrat plus 23. X kvadrat plus 23.
Nəyə görə bu 1-i yazdım 3 əsasından? Çünki toplamada vurmaya gəlir, ona görə. Yazıram loqaritma 3 əsasından. Bu 3-ü vururlar buna. Olur 3 vurulsun 4x plus 1. Bərabərdir loqaritma 3 əsasından x kvadrat plus 23. Loqaritma 3 əsaslar islah olundu. Deməli, burada qaldı loqaritmi 6 ifadələr. Bu ifadə bərabərdir bu ifadəyə. Birbaşa yazaq da 12x plus 3 bərabərdir x kvadrat plus 23. Bu da kvadrat tənliyə gələcək. X kvadrat plus 23. Çıx, bunları keçirdirəm bu tərəfə. 12x minus 3 bərabər 0. X kvadrat çıx 12x. 23-dən də 3'ü çıxdım. Oldu plus 20 bərabər 0. Tənliyin nə soruşur? Kökləri hasili soruşur. V terimində bu. V terimində də demişdik köklərin hasili nəyə bərabərdir? Bu sərbəst həddə 20-yə. Cavab oldu 20. Burada onsuz da köklərin kvadrat təlindən kökləri tapanda biri mənfi kök olur, ikisi də ödənir. Bəzən tapdığımız köklər ödənmir. Çünki burada x-in qiymətini yerinə qoyanda bu 4x plus 1 böyüdür 0 olmalıdır. Loqaritmi 6 ifadə böyüdür 0. Eynilə burada da. Onsuz da bu x-in bütün qiymətlərində böyüdür. Çünki dərəcə 2-dir. X-ə nə versən ver. 0 versən 0 olacaq. Plus 23 bu da müsbət. Bir də x-ə mənfilər müsbətlər versən yenə müsbət. Yəni bu ifadə 0 və 0 ola bilməz. 23 və 23-dən böyüklərdir. Yəni bu da müsbətdir. Bu da müsbət olmalıdır. Kökləri tapıb yerinə də qoysunuz görəcəksiniz ki, hər iki müsbətdir. Ona görə mən kvadrat tənliyi yazmadım. Elə birbaşa V-yi tətbiq elədim. Cavab oldu 20. 18-ci sualda. 6 dosent. Bu dosent olsun 6 dosent və 5 professor. Bu da 5. Deməli neçə nəfərdir? 11 nəfər. Deyir 2 nəfər dosent və 1 nəfər professor olmaqla 3 nəfər seçildi. Hadisənin ehtimalını tapın. P bərabərdir M bölünsün N. Deməli 11 nəfərdən 3 nəfər seçilib. Bu mümkün halların sayıdır. Kombinizon 11-dən 3 olacaq. Əlverişli halların sayına baxaq. 2 nəfər dosentdir. Dosent 6-dırsa 6-dan ikisi seçilibsə kombinizon 6-dan 2-yə vurma prinsipi olacaq. Deməli 3 nəfər seçibsə, ikisi dosentdirsə, biri də burada yazıb da professor. Professor da 5-dir də, onda 5-dən 1-ə seçiləcək. Bərabərdir. 6-dan 2-yə 6 faktorial. 6-dan 2-ni çıxanda 4 faktorial. Vur 2 faktorial. 5-dən 1-ə elə 5-dir. Sonra 11 faktorial. 11-dən 3 çıxdım. 8 faktorial vur 3 faktorial. Burada düsturu bilsəniz başa düşəcəksiniz, rahatdır. Bu 6 faktorialı mən yazıram. 4 faktorial. 4 faktorial. Vurulsun 5, vurulsun 6. 2 faktorialımız da 2'dir də. 4 faktoriallar getdi buradan. Bu 6'ını da 2'yə böləndə 3 elədi. 3'ü 5'ə vurdum. 15, bu da 5. Elə belə də yazaq. 15 vur 5. İxtisar gedəcək ona görə. Buradan da bu 11 faktorialı mən yazacağım 8. Bu 3 faktorialımız da 6'dır. 11 faktorialı yazıram. 8 faktorial vur 9 vur 10 vur 11. Bu 6 faktorialı da yazıram. 2 vur 3. İxtisara görə yazıram. Rahat olsun. Bunlar ixtisar olundu. 12'yə bölündü 5. 9 da 3'ə bölündü 3. 3 vur 5 vur 11. 3'ü 5'ə vuranda 15 vur 11. 15'lər getdi. Cavab qaldı 11'də 5. Paralel köçürmədə bunun qaydasını gələ biləsiniz. Düstur belə idi. X hər hansı bir nöqtənin koordinatıdır. Plus A vahid sağa, sola, indi misaldan aslında sürüşəndə gəlib X iştirikə keçirdi. Məsələn, burada göstərim. Tutaq ki, bax, bu X-dir, bu da Y-dir. Bu hər hansı bir A nöqtəsidir. Keçir məsəlçi, bu X1 olsun, Y1 məsəlçi. Tutaq ki, keçir X2, məsəlçin Y2-yə. Bu da bir B nöqtəsidir. Yəni, nə qədər sürüşür? Bax, burada, bir də burada. Həmin o AB parçası burada yaranır da. Yəni, paralel köçürmədə nöqtələr sürüşür. Yəni, X1, X2-yə keçir, Y1, Y2-yə keçir. İndi mən onun düsturunu yazıram. Düsturu bilsəniz, bəs elər. Düsturu belə idi. X avoid sürüşüb, X iştirik alınıb, yəni keçdiyi nöqtədir. Bu isə verilən nöqtədir.
Y-də B vahid sürüşüb olacaq Y-də iştirik. İndi burada paralel köçürmədə bax bu X-dir, bu Y-dir. Nöqtəsi keçib, bax görürsən A 10 mənfi 3 nöqtəsinə keçibsə, deməli bu X-də iştirikdir, bu da Y-də iştirikdir. İndi X-in qiyməti buradan mənfi 2-dir, yazıram mənfi 2 plus A, A-nı tapacam buradan, görək nə qədər sürüşüb, yəni paralel məsafə köçürüb, keçib də, yəni sürüşüb. Bərabərdir X iştirik neçə idi burada? 10. Buradan A bərabərdir 12. A tapıldı. Burada yazaq Y. Y 7-dir. Plus B, B-ni tapıram. Y iştirikdə mənfi 3-dür. B də bərabərdir mənfi 10. A ilə B-ni tapdıq. Bura qədər məsələni həll elədik vergülə qədər. Deyir AB parçasının orta nöqtəsi. AB parçası, bax bu A, bu da B. A-nın koordinatları neçədir? 10, mənfi 3. B-nin koordinatları neçədir? Mənfi 2, 7, mənfi 2, 7. AB parçasının ortası tutaq ki, hər hansı bir C nöqtəsi olsun. Biz bilirik parçanın orta nöqtəsini tapanda bu X1-dir, bu Y1, bu da X2-dir, bu da Y2. X1 ilə X2-ni toplayıb bölür 2-yə. Y1 ilə Y2 toplayıb bölür 2-yə. X1 ilə X2 neçədir? Bu 10-dur, bu da mənfi 2-dir. 10 ilə mənfi 2 toplayanda 10 çıx 2 bölünsün 2. 8 elədi, 2-yə də böldüm 4. Sonra mənfi 3 ilə də 7-ni toplayanda 4 olur. 4-ü də 2-yə böldüm, oldu 2. Deməli, bu parçanın orta nöqtəsinin koordinatlarını tapdım. 4 ilə 2. Deyir, AB parçasının orta nöqtəsi hansı nöqtəyə keçər? Deməli, AB parçasının orta nöqtəsi C nöqtəsi oldu. Koordinatları 4 ilə 2 oldu. Hansı nöqtəyə keçər bilmirəm. Tutaq ki, hər hansı bir D nöqtəsinə keçib. Onun koordinatlarını axtarıram. Onu da X, Y qəbul edirəm. Yenə burada, bax, bu X, Y sayılırdı. Bu keçdiyi nöqtə X iştirik, Y iştirik də. Lap X iştirik qoyum. Fərqi yoxdur. X iştirik, Y iştirik. Burada bayaq düsturu yazmışdım, görürsünüz. Həmin düsturu tətbiq edəcəm. Yazacağım X plus A bərabərdir X iştirikə. X-i 4-dür, plus A-nı da tapmışdım buradan 12. Bərabərdir X iştirikə. Deməli, X iştiriki neçə tapdım? 16. Birini tapdım, bax 16. Eyni düsturu burada da tətbiq edirəm. Y plus B bərabərdir Y iştirik. Y burada 2-dir, plus B. B-ni də buradan tapmışdım, mənfi 10. 2-nin üzərində mənfi 10 gələndə nə olur? 2 çıx 10 edir də. O da edir mənfi 8 bərabərdir Y iştirikə. Y iştiriki tapdım mənfi 8. Bizdən nə soruşur? AB parçasının orta nöqtəsi hansı nöqtəyə keçər? Elə bunu soruşurdu. Deməli 16 və 16 nöqtəli vergül mənfi 8. Qaydanı bilmək lazımdır. Bilsəniz başa düşəcəksiniz. 21. İki fəhlə işi birlikdə, işi 6 saata yerinə yetirirlər. Birinci fəhlə olsun, bu da ikinci. Birinci fəhlə təklikdə həmin işi ikinci fəhlədən 9 saat gec yerinə yetirirsə. Deməli, birinci fəhlə təklikdə həmin işi ikincidən 9 saat gec. Onda ikinci 9 saat tez yerinə yetirib də. İkinci x qoyanda birinci x plus 9 yazıram. Nəyə görə? Çünki bu 9 saat, birinci ikincidən 9 saat işi gec yetirib. Bu da o deməkdir ki, ikinci birincidən 9 saat tez yetirib. İkisi birlikdə də 6-dır. Biz bunları tənlik qurmalıyıq. İkisi birlikdə də 6 saat idi. Deməli, bu 1 saata işin 1 bölü x plus 9 hissəsini görür. Bu da 1 saata işin 1 bölü x hissəsini görür, yəni x-də 1. Və 6 saata birlikdə işləyibsə, 1 saata da 6-da 1-in görür. Bu tənliyə gələcək, kvadrat tənliyi. Orta məxrəc bunlara x ilə x plus 9-dur. Böləndə bu məxrəcə x qaldı, üstə gəl. Bu məxrəcə də böləndə x plus 9 qaldı, bərabərdir 6-da 1. Bu x ilə x-i toplayanda 2x olacaq, 2x plus 9 olacaq da. 2x plus 9. Çarpaz vururuq. Buradan da bu x plus, elə bunu da birbaşa, x-i x plus 9-a vuranda olur x kvadrat plus 9x. Bax, tənasibdə çarpaz vururuq. X kvadrat plus 9x-i 1-ə vurdum, elə özü elədi, bərabərdir. Bunu da 6-ya vuranda 12x plus 54. X kvadrat çıxılsın
12x üstə gəl 9 plus 54 bərabərdir 0. Buradan da x kvadrat çıx 12x toplayanda 9 ilə 54'ü toplayanda neçə edir? 54 bu tərəfə keçdi, mənfi olur. Bu tərəfə keçəndə mənfi olur bu. X kvadrat plus 9 x kvadrat plus 9x bərabərdir 12x üstə gəl 54. Buradan da x kvadrat təzədən yazaq bunu. X kvadrat plus 9x bunları da keçirdək. Mənfi 12x çıx 54 bərabər 0. X kvadrat 9'dan 12 çıxdım 3x çıx 54 bərabər 0. Diskriment bərabərdir. B kvadrat çıx 4ac. B'nin yerində mənfi 3 kvadratı 9 olacaq. 4 vur 1'dir. Vur mənfi. C'nin qiyməti mənfi 54'dür. Düsturda da çıxmaydı. Bura çıxmaydı. B kvadratın qiyməti 9'dur. Burada çıxdı. Mənfi mənfiyə təsir edəcək, toplam olacaq da. Bu mənfini bu mənfiyə vuranda toplam olur. Bunda 9 plus 4 vur 54. 216 edir də. 216 üzərinə 9 225. 15 kök çıxacaq. X1 bərabərdir. Bura mənfi olanda müsbət yazılır. 3 plus 15 böl 2. 18 2 bölün 9. O bir kənar kökdür çünki mənfi alınır. Saat mənfi ola bilməz də. Yəni iş saat mənfi ola bilməz. Burada saatla verim də. X-i tapdım 9. X1 yazmağa ehtiyac yoxdur elə X. Deməli bizim məsələmizdə bu ikinci işçidir. Bu 9 saat işləyir. Bu da 9'dur. Toplayanda 18 saat. İkisindən birini soruşacaq. Birinci fəhlə işi neçə saata yerinə yetirər? Cavab 18. İkincisini soruşsaydı cavab 9. 22. Silindrin yan səthinin sahəsi 30 pi olarsa, ox kəsinin sahəsini tapın. Belə bir silindr çəkirəm. Baxın bu A, B, C, D. Bu biraz kvadrata oxşadır. Silindrin ox kəsiyini göstərmək üçün bu şəkili çəkirəm. Yerə düz bucaqlı oxşasın da o şəkil. Baxın bu silindirdir. Tutaq ki A, B, C, D. Bu da silindrin hündürlüyüdür. H. Silindrin yan səthinin saha düsturunu bilməlisiniz. S yan bərabərdir 2 pi r h. Düsturu mütləq bilməlisiniz. Deməli bu S yan 30 pi'dir. Onda yazıram 30 pi bərabərdir 2 pi r h. Pilər getdi. 30'da 2'yə böldüm. R h bərabərdir 15'ə. İndi silindrin ox kəsi. Baxın bu silindrin oxudur. Oturacaqların mərkəzindən keçir. Buna silindrik ox deyirlər. Həmin bu ox A, B, C, D düzbucaqlısıdır. Müstəvidir də. Bu ox bunu kəsdiyi üçün buna deyirlər silindrin ox kəsi. Yəni silindrin ox kəsi deyəndə S ox kəsi bərabərdir. S A, B, C, D düzbucaqlısı nəzərdə saxlayın. A, B, C, D. Bura H-dır, burada H-dır, burada H-dır. Bura R'dir, bura R, burada R, burada R. Onda bu düzbucağın sahəsini tapanda H-ı 2 yerə vurmalısın. Yəni tutaq ki bu məsəl üçün deyək, uzundur, bu da N'dir. N'in uzuna vursan da o da bərabərdir 2RH. Ox kəsiyin sahəsi yadda saxlayın 2RH-dır. Buradan da RH-ı neçə tapmışdım? 15. Bax bu RH 15'dir. Onda 2'ni də 15'ə vuranda neçə olur? 30. 22'nin cavabı oldu 30. Çətin deyil, qaydaları bilmək lazımdır. Düsturları, teoremləri bilmək lazımdır. Bilən üçün asandır. Əbub A, B 441'dir. 3K 3 üstü 6 vur K kvadrat. Bu da 3'ün kvadratı K. Əbubda ortaq vurğular götürülür. Bir də bunu yadda saxlayın. Qüvvəti kiçik olan götürülür. 3 üstü 6'dır. Bu da 3 üstü kvadrat. Qüvvəti kiçik olandır. Əkov desəydi qüvvəti B olan götürülür. Deməli 3 üstü kvadrat götürdüm, vur. K kvadrat K7. Üstü kiçiyi götürülür. K kvadrat. Əbubunu tapdıq. Əbubu bax bu elədi. Lap bunu 9 yazaq. 9K kvadrat elədi əbubu.
bərabərdir 441 verib. Bunda biz k kvadrat bərabərdir 441 bölək 9-a. İstər bölünür bu. 441 idi də bu. 441. 9'a bölende bu neçə eləyir? 44 9'a 4 dəfə 4 9'un 36. 49. 49'un yox. Neçə idi? 441 değil. Bu da 9'u da 3'ün kvadratı. Otuz altı 44'ten 36 çıxanda neçə eləyir? 8. O da 1. 81 də 9'a 9 dəfə 49. Onda k da 7'dir. Bizdən də k-nı soruşurdu da burada. Cavab oldu 7. 24. A bucağının B bucağına nisbəti 2, 3'dür. Deməli A bucağını 2x götürəcəm. Bax bu 2x-dir. B bucağını 3x götürəcəm. Bu da B bucağıdır 3x. Bu daxili bucaqdır. Baxın buradan çəkildi. Bax bura qayıtdı bura. Yəni B bucağı deyək də bax bu hissə çevrənin içərisində qalan hissəsi. Bu daxili bucaqdır. Söykəndiyi qövsün yarısı idi. Yəni söykəndiyi qövs ondan 2 dəfə böyüdür. Onda bura olacaq 6x. Burada 2x idi. B-ci qövsündə verib. Bax buranın da dərəcəsini verib. Neçə verib? 150 dərəcə. Bax BA. Yəni A'dan B'yə bir də A'dan C'yə toxunan çəkilib. Toxunanlar arasındakı bucaq 2x bərabər idi. Böyük qövsdən çıxırdıq kiçik qövsü bölürdük 2-yə. Düzdürdü bu. Onda böyük qövs 150-də çıxıram. Kiçik qövs 6x bölürəm 2-yə. Bunu çarpaz vuranda 4x bərabərdir. 150 çıxılsın 6x. Mənfi 6x'i attım sola, topladım 10x bərabərdir 150. Sıfırları attım. X də oldu 15. X'i tapdım 15. A bucağını soruşur. A bucağı 2 vur x-də, yəni 2x-dir. Onda 2-ni də 15'ə vuranda neçə olacaq? 30 dərəcə. Bunu da soruşsaydı 3 15'ə vurardınız. Bunu da soruşsaydı 6 15. Yəni x-i tapandan sonra burada verilənləri tapmaq olur. 25. Sonuncu sual. 30 oldu da bu. 24-cü sualın cavabı. Burada şəkil pis düşmüşdü. Bunu mən əl yazma ilə yazdım. Yəni ruçka ilə çəkdim. Deməli belə verib. ABC üçündə AD 12'dir. Bura 12'dir. BD 6'dır. Bura 6'dır. BC 13 verib də BC. BC. Bura 13'dür. CD AC-yə bərabərdir. CD AC-yə bərabərdir. Deməli bu bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqda həmişə hündürlük atın. Yəni hündürlük çəkin. BCD üçbucağının sahasını soruşur. B C D. Bax B C D. Bu körbucaqlı üçbucaqdır. Körbucaqda bax bura körbucaq. Bunun sahasını soruşur bizdən. Bax bunları. Deməli biz buradan bu D C A bərabər yanlı üçbucaqdır. Buradan hündürlüyü atıram. 90. Bizdə demişdik ki bax buranı da vermişdi də AD-ni 12 vermişdi. AD 12'dirsə onda bu yarıya bölünür. Çünki bərabər yanlı üçbucaqda bu həm hündürlüyüdür, həm də mediandır. Həm də tənbölən bizə tənbölən lazım deyil, median lazımdır. Yarıya böldü 6 6'ya. Buradan da düzbucaqlı üçbucaq yaranır. Bu tərəfdə baxın C, bax buradan da bu tərəfə çəkdim. Bax görürsünüz. Tax ki bura bir nə bilim M nöqtəsi olsun. B M C. Görürsünüz düzbucaqlı üçbucaq olsa burada 90'dır. Onda bu katet 12'dir. Yəni 6 6 topladım 12. Hipotenuz da 13'dür. Onda bu katetdə Pifagora görə 5 olacaqdır. Çünki 5'in kvadratı ilə 12'nin kvadratı verir 13'ün kvadratı. Deməli mən buradan hündürlüyü tapdım. Körbucaqlı üçbucaqda hündürlük üçbucağın xarici oblastından çəkilir. Baxın bu B, bu C, bu da D. Bax buranın sahasını soruşurdu. Bunun sahasını tapmaq üçün
Kör bucaqlı üç bucaqda hündürlük üç bucağın xarici oblastından çəkilir. Bax, buradan çəkilir və oturacağın uzantısı ilə 90 kəsişir. Buranı verib, neçə idi bu? 6. Bu hündürlüyü də tapdım 5. 2-də 1 h üstürüdür də. Yəni, hündürlüyü vurursan oturacağa. Bu sizi çaşdırmasın. Siz elə bunu yadda saxlayın. Hündürlüyü vur oturacaq. 6-nı vururam 5-ə, bölürəm 2-yə. 30-dur da, o deyilir 15. 25-ci sualın cavabı. Bu da sonuncu sual idi. Buraya qədər sağ olun.